Herkese salam, ben Murad, kanalıma hoş geldiniz. Bugün sizlerle biz forum eventlərini öyrənəcəyik. Forum eventləri ümumiyyətlə nədir? Forum nədir? Bunu xatırlayaq. Forum xatırlayırsınızsa, biz HTML CSS dərslərini keçdiyimiz zaman da görmüşdük. Forum inputlardır, butonlardır. Yəni ki, checkboxlardır, select box, sonra selectlərdir, optionlardır. Bunların hamısı bir forum elementləridir. Forumdakı, yəni bir dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Forum yəni budur. Xatırlayırsınız, güman edirəm ki. Deməli, bu forumun üzərində müxtəlif hadisələri ələ almağımıza yarayır bu eventlər. Bura bizə əsas lazım olanları yazmışam. Blur, change, focus, select and submit. İndi gəlin bunları bir-bir tətbiq eləyək. Mən blurla focusu bir yerdə tətbiq eləyəcəm. Daha rahat anlaya bilək fərqi deyə. İndi tutaq ki, blur nədir? Ümumiyyətlə, focus nədir? Bunu xatırlayaq. HTML CSS keçdiyimiz zaman inputun focusunu biz öyrənmişdik. Yəni ki, input seçildiyi zaman, bu zaman yəni yaxınlaşdım biraz da. Bunun üzərinə basıldığı zaman bunun ətrafı göy olur. Yəni müxtəlif hadisələr baş verir. Bunların hamısı focusdur. Yəni ki, input seçildiyi zaman, ona focus olunduğu zaman nə olacaqsa bu həmin eventi alır. Blur isə məsələn focus oldum, çıxdım. Bu artıq blurdur. Yəni focusun tərs işləmi blurdur. İndi gəlin bunları tətbiq eləyək. Burada blur və focus idli və qiymətləri də blur və focus olan 2 dənə P var. Burada gördüyünüz kimi. Mən indi elə eləyəcəm ki, bu focusa basanda input focus olsun, blura basanda da ki, blur olsun. Bunun üçün nə yazıram? İlk öncə mənim focusdan başlayaq. Focusa müraciət etməyəm lazımdır. Yazım ki, focus.click, yəni ki, ona klik olunduğu zaman mouse'la deyirəm ki, input.focus. Yəni ki, inputlara focus olunsun. Bu şəkildə. Bunu kopyalayıb bunun tərs işini də eləyək. Burada sadəcə olaraq focusları blurla dəyişirəm. Burada da deyirəm ki, blura klik olunduğu zaman inputları blur olsun. Yəni gəlin bunu işləyib işləmədiyini yoxlayaq. Focusa basıram. Gördüyünüz kimi input focus olundu. Blura bastığım zaman isə blurdan çıxdı. Burada kiçik bir dəyişiklik eləsək, misal üçün yazsaq ki, burada type bərabərdir text olanlar. Gördüyünüz kimi type text olan input focus olundu. Blura basıram, blur oldu. Bu şəkildə bunlar işləyir. Bunlar bu şəkildə. Daha sonra gəlir ikinci change. Change-dəki misal üçün bir inputun qiyməti dəyişir. Bu zaman input change olmuş olur. Bunu ələ almaq üçündür. Misal üçün kiçik bir proqram yazaq. Bu inputa mən bir dənə ID verdim, text. Bunun qiyməti dəyişdiyi zaman konsola həmin qiyməti yazdırsın. Bunun üçün yazıram ki, text nöqtə change, yəni ki, dəyişdiyi zaman, onun içərisində qiymət dəyişdiyi zaman neynəsin? Yazaq ki, var value bərabərdir this, keçən dərsimizdə xatırlayırsınız, this'i nöqtə val. Bu artıq bizim text idli inputun qiymətini götürməyimizə yaradı. Yəni mən bu qiyməti konsola yazdırsam, console log value bu şəkildə. Görək indi nələr baş verir. Konsolu açacağam mən. Yazaq bir şeylər bura və focusdan çıxıram. Gördüyünüz kimi this mənim düşdü bura. Bura yazsaq jQuery. Focusdan çıxdım. jQuery-ni bura yazdırdım. Change də bu işə yarayır. Daha sonra select eventi var. Select eventi də o işə yarayır ki, misal çəkim. Tutaq ki, siz inputun içərisindəki yazını seçirsiniz. Yəni bu şəkildə seçdirmək budur. Bu zaman nə hadisə baş verəcəksə onu yazdırırsınız. Biz eləyək ki, inputun içərisindəki yazı seçildiyi zaman konsola yazdırsın ki, seçildi.
select yazdım və burada eventin yerinə yazıram ki, console log seçildi. Bu şəkildə. İndi bir şeylər yazdım bura. Burada da nəsə seçdim. Bura seçildi mesajı çıxdı. Seçildiyin istifadəsi də bu qədər və nəhayət gəldik sona submit eventinə. Submitdəki, yəni form submit olunduğu zaman, bitirildiyi zaman, yəni ki bu butona basıldığı zaman nə hadisə baş verəcəksə onu etmiş oluruq. Yəni form olunan submit deyə mən burada formu çağıracağım. Inputu yox. Yazıram .submit. Submit eventini çağırdıq. Və burada kommenti silirəm. Onun yerinə yazıram ki document.write. Yəni ki ekrana yazdırsın ki submit olundu. Bu şəkildə. İndi gəlin bir şeylər yazaq bura. Submit'ə basıram. Submit olundu mesajı yazıldı. Gördüyünüz kimi submit'in istifadəsi bu qədər. Bunlar sadə istifadələr idi. Yəni ki siz gələcəkdə belə edə bilərsiniz ki bu submit olunduğu zaman inputun içərisindəki məlumatı götürüb databazaya göndərsin. Məlumatı götürüb databazaya sorğu göndərsin. Oradan bir qiymət alıb gətirsin. Yəni bunlar bizim gələcəkdə eləyəcəyimiz işlərdir və bu metodlar həqiqətən də bizim gələcəkdə çox yardımcımız olacaq. İndi isə bunlardan qısa şəkildə istifadə qaydalarını öyrəndik sizinlə. Bugünlük məndən bu qədər. Bugün sizlərlə biz form eventləri, bluru, change'i, focusu, select'i və submit'i öyrəndik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, gələn videoda görüşənədək.